Aleyhisselatü Vesselam Efendimiz cariyeye Allah nerededir diye sormamış. Rabbin kim diye sormuş. Ama Və həmçinin Muaviyə ibn el-Hakəm radiyallahu anh məşhur hadisələrdən bir cariyəsi var idi, qoyun otarırdı. Və bir hadisə oldu. Hadisə oldu, istənib vurdu cariyəni. Sonra gəldi Rasul sallallahu aleyhi ve sellem yanına, dedi ki, ya Resulallah, bəs belə bir dənə hadisə oldu. Rasul sallallahu aleyhi ve sellem dedi ki, çağır cariyəni. Və Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdu ki, Allah hardadır? İndi məsələn, bidət əhli deyir ki, belə soruşma olmaz. Demək olmaz Allah hardadır. Çünki sən deyəndə Allah hardadır, sən məkan versən. Yəni, səhvlərdən nədir? Onlar Allahı özlərini müqayisə ediblər. Bizə görə, məxluqdan gedirsə, ola bilər məkan. Amma Allahdan gedirsə, məkan deyil. Ona görə, həm də deyirlər, belə sual vermək olmaz. Necə sual vermək olmaz? Rasul sallallahu aleyhi ve sellem sual verir belə. Özü Peyğəmbər sallallahu aleyhi ve sellem soruşur ki, cariyədən Allah hardadır? Cariyə də deyir ki, səmada, fissəmə. Yəni, bütün məxluqatından ucada. Səma, yəni o mənası, o mənadır. Yəni, səma iki mənası var. Yəni, bizi gözümüz görən, bir də gözümüz görməyən. Yəni, yüksəklikdə. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem o dedi ki, bəs mən kiməm? Dedi, sən Rasullahsan, Peyğəmbərsən. Peyğəmbər sallallahu aleyhi ve sellem Muaviyə ibn el-Hakəm radiyallahu anh dedi ki, azad elə bunu, o cariyəni mömindir. Və bu hədisdə də, hadisədə də görürsünüz, birinci sual, hansı ki Allah hardadır, vermək olar. Çünki indi desən belə, səni təkfir eləyə bilərlər, bidət əhli. Əşarilər və s. onlar deyirlər, Allah hardadır demək olmaz. Yaxşı, səndə sual çıxa bilər ki, bu hədisə nə deyirlər, yaxşı? Bu hədis, yəni, kordular, kardılar. Görürlər axı, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, cariyə ki, Allah hardadır. Onlar deyirlər, bu hədis, birinci hədis kim rivayət edib? Hədisi Müslim rivayət edib. Səhih Müslimdədir. Onlar demək istəyirlər ki, bu hədis səhih deyil. Zəif qismindəndir. Muttaribdir. Yəni, ravi gah belə deyib, gah belə, çünki başqa rivayət var. Başqa rivayət var. Orada Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, şəhadət gətirirsən ki, Allahdan başqa ilah yoxdur. Cariyə deyir, bəli. Sonra deyir, şəhadət gətirirsən ki, mən Allah tərəfindən göndərilmiş Rasulam deyir, bəli. Şəhadət gətirirsən ki, ölülər, yəni ölülər qiyamət günü diriləcəklər, bəhsə. Dedi, bəli. Dedi, bunu azad elə mömindir. Lakin bu hadisə başqa hadisədir. Bu hadis də səhiyyidir. Lakin bu hadisə başqa hadisədir. Çünki orada, hansı ki deyir, şəhadət gətirirsən ki, Allahdan, orada deyir, bir ənsarlardan biri gəlir. Deyir ki, mənim cariyəm var, anama da söz vermişəm ki, bir qul azad edəcəm. Gətirir cariyəni, özü qara olur. Bu başqa hadisədir. Amma hadisə ki, hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, Allah hardadır, bu başqa hadisədir. Özü Müslimdədir bu. Nəyin ki, Müslim rivayət edib? İmam Malik rivayət edib, Abu Davud rivayət edib, Abu Davud Tayalisi rivayət edib. Və hədis səhihdir. İttirab yoxdur burada. Və həmçinin hədisdə də görsən ki, birinci elə sual vermək olar və həmçinin də elə cavab da vermək olar. Demək, Allah Teala səmadadır. Bunu biz demirik, Allah özü deyir. Allah Teala buyurur, Əmintum mən fissəmə. Allah Subhanahu buyurur, Allah ərşə istiva eləyib. Allah Teala buyurur ki, ona yaxşı əməllər qalxır. Allah Teala deyir, biz nazil etdik. Bunlar hamısı nəyə göstərir ki, Allah Teala ucadadır. Bütün məxluqatından ucada. Yaxşı, Peyğəmbər sallallahu aleyhi ve sellem miraca getdi. Səmaya. Peyğəmbər sallallahu aleyhi ve sellem hələ ayələrdə, hələ hədislər, nə qədər hədis var. Hələ cariyənə bu hədisi. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki,
yer üzündə rəhm edin, səmada olan sizə rəhm etsin. Səmada olan sizə rəhm etsin. Yəni səma, yəni Allah Subhanahu taala hər şeyin ucadadır. Onlarda şübhə nədir? Onlar deyir ki, səma olsa onda Allah Taala məxluq xəlq etdiyini içindədir. Amma Allah öz məxluqundan ayrıdır axı. Onlarda sadəcə şübhədir. Ona görə məsələn, onlar deyirlər, demək olmaz Allah səmadadır. Onlar deyirlər, demək olmaz Allah hardadır. Onlar nə üçün? Onlar Allahı qiyas edirlər özlərinə. Allahı müqayisə edirlər özlərinə, inkar edirlər sübut olan sifətləri. Amma istiva barədə, elhamdülillah İmam Malikdən soruşdular, dedi istiva məlumdur, keyfiyyəti məchuldur, yəni necə Allah Taala'nın qalxmağı məchuldur, biz bilmirik və bu cür sual vermək bidətdir. Ona görə soruşma olmaz Allah. Biz, ola bilər, Allahla sifətlər, məxluqda sifətlər mənada oxşaya bilər. Amma keyfiyyətdə oxşamır. İsimdə, mənada oxşaya bilər. Məsələn, Allah Taala əli var. Özü deyir Allah Taala, biz deməmişik. Onlar dərhal deyirlər, sən deyirsən Allah Taala cisimdir. Biz deyirik cisim. Biz Allah Taala nə deyib özü var idi, onu deyirik. Bir də Rasulullah sallallahu aleyhi ve sellem. Birinci Allah Taala deyib bunu. Allah Taala deyir ki, mən Adəmi öz əllərimlə yaratdım. Allah Taala əli var. Və lakin özünə layiq olan oxşatma olmaz. Çünki misli yoxdur axı. Leysə kəmisli şey. Onun mislində işini yoxdur. Mislində. Və huvə səmil basir. Bu oxşarlıq olmamağı hətta məxluqlar arasında var. Məxluqlar arasında. Məsələn, qarışqa əli var, fili əli var. Oxşadı, yox, oxşamır. Heç məxluqlar arasında da oxşamır. Bunların problemi nədir? Bunlar deyirlər, Allah əli deyirlər, dərhal öz əllərini fikirləşirlər. Deyirlər, oxşatdıq, siz Allah'a cisim verdiniz. Biz vermirik, Allah özü deyir. Siz Allah'a cisim verdiniz, bu küfürdür. Ona görə bizə deyirlər mücessimə. Mücessimə, yəni Allah'a cisim verənlər. Təkfir edirlər bizi, buna görə. Onlar deyir ki, deyirsən Allah Taala səmadadır, kafirsən. Və bunu Peyğəmbər sallallahu Allah deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir. Elhamdülillah, bu məsələ aydındır. Həmçinin qardaşlar, yəni bu cür sual vermək olar və cavabı da budur. Çünki deyəndə səmada Peyğəmbər sallallahu aleyhi ve sellem o qadının mömin olmağını təsdiqlədi. Yəni düzgün əqidədə olmağını təsdiqlədi. Həmçinin hədisdə, qardaşlar, görsənir, Peyğəmbər sallallahu aleyhi ve sellem cəmiyyəti etiqad cəhətindən necə bilirdilər. Hətta cariyə, çünki ne üçün səmada da eşidirdi. Sahabələrdən eşidirdi. Ola bilsin Peyğəmbər sallallahu aleyhi ve sellemlə də eşidib. Çünki təsəvvürlə cariyə soruşanda Allah harda deyir səmada. Bu onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem cəmiyyəti necə idi etiqad cəhətindən. Yəni bilirdilər. Bu şeyləri bilirdilər. İndi firqələr deyir ki, belə demək olmaz və təkfir edirlər buna görə. Gönül cəmiyyət deyil. Demək olmaz və üstəlik də təkfir edirsən bu sözü görə. Ona görə fikir versən Rasul sallallahu aleyhi ve sellem cəmiyyəti, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem cəmiyyəti başqa idi. Hətta Əbu Bakrı xilafəti vaxtı onun kim olmadı. Çünki Ömərin xilafəti Əbu Bakr kim olmadı. Və belə. Ona görə, elhamdülillah, yəni bu hadisə bizə etiqad məsələsində mühüm məsələni bəyanlayır, aydınlaşdırır, nə sual vermək olar, necə düzgündür cavabı bunu və əqidəmiz də elhamdülillah budur. Biz Allah subhanahu ta'ala isim və sifətləri xüsusən necə gəlib, o cür təsdiq edir Quran və sünnədə səhih, başqa məna verməmək şərti ilə, inkar etməmək şərti ilə, oxşatmamaq, mislində deməmək daha doğrusu şərti ilə və keyfiyyəti soruşmamaq şərti ilə. Necə İmam Malik buyurur, istiva barədə ondan soruşanda dedi ki, istiva məlumdur, yəni bizə insanlara istivası olsa.
Lakin Allahın istivası məchuldur. Məchuldur. Və bu cür sual bidətdir. Çünki olmaz soruşmaq necə elədir, əli necədir, ocu necədir, aydındır, barmaqları necədir, demək olmaz. Özü deyir Allah, amma bunların üçün Allah Teala buyurur. Hələ Quran-ı Kərimdə və İmam Malik deyir ki, bunu qovun. Yəni deyir ki, bidətçidir. Bu cür sual verdiyine görə deyir, çıxardın bunu məsciddən. Yəni o dərəcədə onu göstərir ki, sələf necə ciddi idi etiqad məsələlərində. Dedi ki, çıxardın o məsciddən. Bu qədər qardaşlar, elhamdülillah, bizim əqidəmiz budur ki, Allah səmadadır, minlərlə dəlilləri var, lakin səmada, yəni məxluqatının daxilində yox. Allah subhanət hələ bütün məxluqatından ucadadır və səlam. Bu məkan vermək deyil. Məkan ola bilər, məsələn, deyəsən orada, bizə görə məkandır. Məxluqata görə məkan sayılacaq. Amma Allaha görə məkan deyil o. Allahın məkanı yoxdur axı. Allah var, zatı ilə var. Zatı ilə var, elhamdülillah. O var və biz bunu ispat edirik və salam. Allah subhanət hələ bizi eşli faydalardan etsin. Və selamu aleykum və rəhmətullah və rəkatuhu.